Bu kiçik balamız 1 ilə yaxındır bizə müraciət etmişdir. Yanvar ayında müayinələrə baxmışıq, boyu ölçmüşük, çəkini ölçmüşük və boyun hündürlüyünün az olduğu, yaşına uyğun olaraq az olduğu və çəkisinin az olduğunu müşahidə etdik. Hətta omurgasında əyrilik gördük. Lakin biz omurgaya aid heç bir hələ müalicə başlamamışıq, heç bir vitaminlərdən istifadə etmədik. Artıq 1 ilə yaxındır, dekabr ayındayıq hal-hazırda. Boyumuz ölçüdə müalicələrimizdən sonra 6 santimetrə qədər hündürləşmişdir, 1 ilə qədər. Maşallah olsun, uşaq 6 yaşının içindədir. Artıq inşallah məktəbə qədərə hazırlaşır və saçında çox zəif saçları var idi. İştahı çox zəif idi və burdil məzəsinin əziyyət çəkirdi. Bununla bərabər vitamin D azlığı, kalsium azlığı da müşahidə edilmişdir. 1 ilə yaxında mütəmadi olaraq idmanla məşğul olur. Saçlarında xeyli artım müşahidə olunmuşdur. Hətta hal-hazırda saçları qəşəng yığılır qızımızın və təkrarı bir müalicəyə başlayırıq ki, artıq çəkimizə də biraz üstünlük verək, çəki artımını biraz irəlidir. Boy yetərincə artıb və öz yaşlarına uyğun olaraq hal-hazırda boyu normaldır. İştahına görə, burdil vəziyyətinə görə təkrar müalicə başlayırıq və vitamin D azlığına görə mütəmadi olaraq müalicələrimiz davam edəcək.